Qədim tarixi məskənlərin bolluğu ilə seçilən Qubanın toponimikasına nəzər salsaq, burada neçə yüz illər bundan əvvəl xatırlanan yer adlarının bolluğunu görərik. Buduq belə məskənlərdən biridir. Qubanın 64 kilometr cənubu-qərbində Qaraçayın sol sahilindən 2 kilometr aralı Böyük Qafqazın yan silsiləsinin yamacında yerləşən Buduq kəndi Buduqluların yaşayış məskəni olmuş və indi də əsas yaşayış yerləri olaraq qalmaqdadır. Buduq yastanında Küləxana mağarasının və eləcə də Qaraçayın sağ sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qaşa mağarasının olması həmin ərazidə ibtidai insanların yaşadığından soraq verir. Meşəsiz dağlı yamacda yerləşən Buduqun strateji əhəmiyyəti də böyükdür. Kənddə Buduq dilində danışan Buduqlular yaşayır. Buduq etnik qrupu tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb. Buduqların mədəniyyətləri də dilləri kimi qırızların mədəniyyətinə çox yaxındır. Əldə olunan məlumata görə Buduq kəndinin əsası Qafqaz Albaniyası dövründə qoyulub. Mağaraları görmək üçün Bakı, Sabirabad, eləcə də ölkənin digər bölgələrindən gələn insanlar var. Qədim kəndin mağaraları çoxdur. Qubanın Buduq kəndində gördüyünüz kimi hər tərəfində belə mağaralara rast gəlinir. Ən böyük mağara kəndin alt hissəsindəki bax bu mağaradır. Buduqdan 10 kilometr aralı Qaraçay dərəsinin əlçatmaz sıldırım qayalıqlarında qədim Yeddilər qalasının qalıqları var. Həmin Qaraçay kanyonunda əlçatmaz qayalıqlarda yerləşən mağarada əhali öz malqarası qəfil hücumlar və basqınlar vaxtı gizlədilmişlər. Qaraçay dərəsinin kanyon başlandığı yerdə sıldırımlı qayalıqda mağaranın içində Pirbənövşə adlanan müqəddəs bir yer var. Bu mağarada böyük bir stalaktit var. İçində sanki nəhəng bir balıq qulağı salınıb. Buduq kəndinin yaxınlığında Qaraçayın əks istiqamətində böyük bir sıldırım qaya, üzərində qədim qala və zərdüştlərin dəfn üçün nəzərdə tutduqları məbədi var. Bu qalanı Daxma və ya Sükut qalası adlandırırlar. Jalə Bayramlı, Emin Kərimov, Səs TV, Quba.